kat sayıda 2 polinom verilmişdir. Bizim dim sistemimizdə çoxədli uşaqlar. Çoxədlini çoxədliyə vurublar, bir dəfə dərəcəyə yüksəldiblər də vurublar, alıblar 10, böləndə isə 1 alıblar. Biz bilirik ki, çoxədlilər vurulanda dərəcələri toplanır, böləndə isə çıxılır. Qüvvəti yüksəltmə əməli, yəni bir dənə bir şey yazın. Məsələn, P-x'imiz bizim olsun, x kubu olsun uşaqlar. Q-x'imiz da düşünün ki, x kvadratı olsun. Baxın, burada neyini? X işlem kimi düşünün demişdim də. Fonksiyonda da o doyub. X gördüyün yerine qoyub x kvadrat. Bunun yerine x kvadratı qoysam, işləmində x-in yerine x kvadratı qoyub, üstünə də kuba yüksəltmişəmsə neyinəmiş oluram? X üstə 6 verdi. Yəni, bunun dərəcəsi qalxıb nə oldu? 6. Nə baş verdi? Öz dərəcəm nə idisə, 3 ilə deyil. Onu götürüb yüksəltdiyim dərəcəyə neyinəmiş oldum? Vurmuş oldum və x üstə 6 aldım. Bu belə. Buradan başa düşdük. İkinci halda da qüvvətə yüksəltmədə demək vurduq. İkinci halda da uşaqlar, çoxədlini çoxədliyə vuranda da üstləri niyə toplanır? Burada px, x kubunu x kvadratına mən deyirəm ki, px'i götür qx-a vur. Nə olacaq? X kubunu x kvadratına vuranda əsasları üstlərini götürüb nə edəcəksən? Toplayacaqsın. Deyə bilərsiniz ki, bəlkə burada x deyil, y-dir, olsun. Aldığın işlem bir çoxədlidir, elə deyib bir hədli alınır da vurma işləminin sonucunda. Alanda da bir hədlinin dərəcəsini tapanda nə edirsən? Üstlərini götürüb toplayırsan. Demək ki, bir çoxədlini çoxədliyə vuranda dərəcələr götürüb toplamaq lazımdır. Bölmə prosesində də çıxmaq lazımdır. Dediyim kimi, bu x kvadratı kimi düşünün. Götürüb böləndə nə edəcəksiniz? İslah gedir prosesinə görə oradan uyğunlaşdırıb bir şəkildə yadda saxlayın. Yəni, hər şeyi robot kimi əzbərləməyə çalışmırıq. Yaxşı, mahiyyəti buradan çıxır. Fərz edirəm ki, P-x'in dərəcəsi m imiş. Yəni, x-in üstündə 3 deyil də, burada m durulmuş. Yaxşı, bunda n durulmuş. Bu formada düşünə bilərsiniz. Bunun da dərəcəsi n-dir. Biz dedik ki, qüvvətə yüksəldəndə vururuq. Özdə 2 dənə çoxədlini vuranda da dərəcələr topluruq. Cavab olur 10. Yəni, 2m plus n bərabərdir 10-a. Bölmə prosesində bunu n demişəm, aşağıdakını n demişdim. N çıxım bərabərdir 1-ə. İndi bunu sistemləşdirsək, neyiniyək? Bizdən kim istəyir? P-x'i, yəni m istəyir. Ona görə gəlin biz n-i yox eləyək. N-i yox eləmək üçün bu ikisini tərəf-tərəfə çıxaq. Çıxsaq bundan bu gedəcək. Mənfi müsbətləşdirəcək. 3n bərabərdir 9-a. M də bərabərdir 3-ə. P-x'in dərəcəsində 3 tapmış olduq. Bu şəkildə həll edə bilərsiniz.